Deməli, bu imtahan güvənləşgah tərəfindən hazırlanmışdı. Güvənləşgah tərəfindən hazırlanıb, indi bəzi yerdə keçirilən imtahan idi. Sizə də işlətmək istədim ona görə. Bax, birinci sualdan baxırıq izahatına. Amfiblər, reptillər, balıqlar. Yəni, verilmiş canlılar üçün ortaq fikirləri seçin. Yəni, həm amfiblərə aid olsun, həm sürünənlərə aid olsun, həm də balıqlara aid olsun, deyir. Bədən örtüyü selik ifraz edən vəzlərlə zəngindir. Reptillərin üzərində elə selik yoxdur. Ona görə bu fikir səhvdir. Daxili oxskelet onurğaya malikdir. Bəli, bunlar hamısı onurğalılardır. Ona görə bu hər birinə aiddir. Soyuqqanlıdırlar. Həm amfiblər, həm sürünənlər, həm balıqlar üçü də soyuqqanlıdır. Doğrudur. Dərisi qərniləşmiş pulcuqlarla örtülüdür. Dərisi qərniləşmiş pulcuqlarla örtülü olan sadəcə sürünənlərə aiddir. Bu da hamısına aid ola bilməz. Bütün nümayəndələr su mühitdə yaşayır. Bu da sadəcə balıqlara aid ola bilər. Bunu da götürməyəcək. Demək 2-3 doğru cavabımız burada B variantı olmuş olur. Keçək ikinci suala. 3 stəkan götürək. Birinci stəkana bir neçə çəltik dəniq töküb ağzına qədər su ilə dolduraq. Bir-iki çəltik onsuz da suyun içərisində suda həll olmuş oksigendən istifadə edərək suyun içərisində düzələ bilir. İkinci stəkana yaş pambıq qoyub üzərinə buğda dəniq tökək. Bu da yaş pambıqdan oksigeni suyu alıb və eyni zamanda açıq havadır. Oradan da oksigeni alıb və düzələ bilər. Üçüncü stəkana noxud toxumları qoyub ağzına qədər su ilə dolduraq. Bu isə suyu özünə hopdura biləcək. Amma suyu hopdursa da belə oksigen çatışmazlığına görə düzələ bilməyəcəkdir. Hər stəkanı isti yerə saxlasaq verilən hansı baş verməz. Üçüncü stəkan toxumlar şişər. Bəli, şişir, amma düzələ bilmir. İkinci stəkandakı toxumlar düzələr. Bəli, bunu dedik ki, düzələ bilir. Üçüncü stəkandakı toxumlar düzəlməz. Bəli, şişir, amma düzələ bilmir. Birinci stəkandakı toxumlar düzəlməz. Xeyr, düzələr. Çünki onlar çəltikdir. Suda həll olmuş oksigendən istifadə edir. Ona görə də D variantını götürəcəm. Üçüncü sualımıza baxırıq indi. Hansı mülahizəni şəkildəki meyvələrin hamısına aid etmək olar? Deyir. Hansı mülahizəni şəkildəki meyvələrin hamısına aid etmək olar? Mürəkkəb meyvədir. Bunlar mürəkkəb meyvə, fındıq mürəkkəb meyvə deyil. Eyni zamanda burada qarağat da var. Bu da mürəkkəb meyvə deyil. Əmələ gəldikləri çiçək bir dişicikli olmuşdur. Xeyr. Məsələn, burada görürsünüz. Bunlar çox dişiciklidir. Əmələ gəlməsi çiçəyin yumurtalığı iştirak edir. Bütün meyvələrin əmələ gəlməsində çiçəyin yumurtalığı iştirak edir deyə ona görə doğru cavab C götürəcəm. Çünki şirəli meyvə yanlığına malikdir. Hansı ki burada fındıq var. Fındıq şirəli meyvə yanlığına malik deyil deyəcəksiniz. Dördüncü sual uşaqlar. Düzgün fikirləri seçin. Viruslardan başqa bütün canlı orqanizmlər hüceyrədən təşkil olunmuşdur. Bu doğru fikirdir. Bütün plastidlərdə xlorofil pigmenti olur. Xeyr. Ancaq xloroplastta olur. Bu yanlış fikirdir. Nüvənin daxili maye mühiti nüvə şirəsi adlanır. Bəli, doğru fikirdir. Qlafın xarici hissəsi plazmatik membran adlanır. Xarici hissəsi yox, daxili hissəsi adlanır. Bu da yanlış fikirdir, deyəcəksiniz. Sonra 5-ci sualımıza keçək indi. 5-ci sual. Yarpaqları qarşı-qarşı düzülmüş zoğda yarpaqla eyni sayda olur. Buğum xeyr. Bir buğuma 2 yarpaq düşəcəkdir. Təpə tomurcuğu zoğda cəmi bir dənə təpə tomurcuğu olur. Buğum arası xeyr. Buğumların sayından bir dənə az olur. Qoltuq tomurcuğu isə bəli yarpağın sayına bərabərdir. Ona görə doğru cavab B variantını götürəcəyik. 6-cı sual. Cədvələ əsasən səhv olanları seçin. Birinci, yarpağın əlavə və kök yadır burada. Üzərində əlavə kök və əlavə tumurcuq əmələ gələ bilər. Yarpağın üzərindən əlavə kök və əlavə tumurcuq əmələ gələ bilərmi? Biz deyirik, bəli, doğrudur. Bu da deyir, doğrudur. Demək, burada səhv yoxdur. Meyvənin üzərində gəlməz, yanlışdır. Bu da deyir, yanlışdır. Tamam. Kökün üzərindən deyir ki, üzərində əlavə və kök üzərində əlavə tumurcuq və eyni zamanda əlavə kök əmələ gələ bilər. Kökün üzərindən əlavə tumurcuq əmələ gələ bilər, amma əlavə kök əmələ gələ bilməz. Çünki əlavə kök zoğdan çıxır və ya yarpaqdan çıxır. Bu doğru deyil, amma yanlış fikirdir. Sonra
Gövdənin üzərindən əlavə kök və əlavə tumurcuq əmələ gələ bilər. Bəli, bu fikir doğru fikirdir, amma bu yanlışdır deyir. Ona görə bu da səhv deyir bizə. Çiçəyin üzərindən əmələ gəlməz. Biz yanlış deyirik, bu da yanlış deyir. Ona görə cavab 3 və 4 cavabı olmuş olur. Keçirik 7-ci sualımıza. Uyğunluğu müəyyən edin deyir. Silək yazmışsınız buradan. Uyğunluğu müəyyən edin. Kiçik ölçülüdür və hərəkətə xidmət edən qamçıya bənzər quyruğa malikdir. Söhbət gedir spermatozoiddən. Yəni 1-ə C yazacağıq. İkinci sual isə hüceyrə və toxumalara oksigenin daşınmasında və karbon qazının xaric olunmasında iştirak edir. Söhbət eritrositdən gedir. 2 yazacağıq B variantı. Qıcıqları da qəbul edir və ötürür neyrondur. Buna da A yazacağıq. Deməli 1C, 2B, 3A. Doğru cavabımız C variantı olur. 8-ci sual. Əgər bir cinsli, baxın, çiçək bir cinslidir. Bir cinsli çiçəkdə 2 qat mayalanma baş vermişdirsə, 2 qat mayalanma dişidə baş verir. Deməli, bu dişi çiçəkdir. Baxın, dişi çiçəkdir. Əgər bir cinsli çiçəkdə 2 qat mayalanma baş vermişdirsə, bu çiçəkdə nə ola bilməz? Bir cinslidirsə və 2 qat mayalanma da baş veribsə, deməli, söhbət dişi bitkidən gedir. Dişi bitkinin üzərində erkəkçik ola bilməz. Ona görə cavab C variantı götürürük. 9-cu sual. Kiçikdən böyüyə doğru düzgün ardıcıllığı müəyyən edin deyir bizə. Baxırıq, kiçikdən böyüyə doğru düzgün ardıcıllığı müəyyən edirəm. Birinci, hansı gəlir ziyan? Birinci gəlir, deməli, populyasiya. Populyasiyadan sonra artıq birinci olaraq gələcək. Bəli? Təbii birlik. Bəli. Sonra gəlir təbii birlik. Birincini yazırıq. Təbii birlikdən sonra ekosistem gələcəkdir. 4. Ekosistemlər də biosferdə. Ümumi ən böyük təbii ki biosferdir. 2, 1, 4, 3. Doğru cavabımız D variantı olur. 10-cu sual. Qıcı bitkisinin həyat dövründə ziqotdan nə inkişaf edir? Uşaqlar, Doğru. protanın üzərində mayalanma gedir. Protanın üzərində mayalanma getdikdən sonra ziqot əmələ gəlir və ziqotdan da cavan cücərtdən cavan bitki əmələ gəlir. Ona görə cavab A variantı olur. 11-ci sual. Şəkildə neçə yarpaq və yarpaq ayası vardır? Yarpaq sayı 1, 2, 3, 4, 5 dənə yarpaq var. Tamam, 5 dənə yarpaq oldu. Aya 1, 2, 3, 4, 5, 6, 7. Bu bütövlükdə 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Deməli 5 dənə yarpaq var, 32 dənə də aya var. Ona görə doğru cavab A variantı olacaqdır. 12-ci sual. Bədəni xaricdən manti adlanan dəri qatı ilə örtmüşdür. Demişdi ki, manti yalnız və yalnız aiddir mollyusklara. Ona görə doğru cavab kimi bəli, mollyusklardır. B variantı olacaqdır. 13-cü sual. Şəkilə əsasən səhv mülahizələri seçin. Deyirik. Baxırıq, tozcuqların tutulması iştirak edir. Bəli, dişicik tozcuqların tutulması iştirak edir. Bu düzdür. Dişicik və erkəkcikləri qoruyur, deyir. İkinci. İçərisində bir neçə yumurtacıq olur. Üçün içində bir neçə yumurtacıq olur. Bu da doğru fikirdir. Düzəlməkdə olan tozcuq borusunu yumurtalığa yönləndirir. 4. Xeyr. Yanlış fikirdir. Deyirsiniz. Bu da doğruları deyilsə birinci tozun tutulması iştirak edir. Bu doğrudur. Bu da doğrudur. Bu yanlış fikirdir. Çiçək tacını əmələ gətirir deyir. Xeyr. Çiçək tacını əmələ gətirir deməsi bu tacı ləçək əmələ, 2 əmələ gətirir, 5 əmələ gətirmir. Bu da yanlış fikirdir. Deməli, burada 4 ilə 5 yanlış fikir olacaqdır. Ona görə cavabımız D variantı olur. Bəli, 2-ni demədik. Burada əlbəttə ki, qoruyur. Çünki əhatə edir, erkəkçik və dişiciyi müdafiə edir, bağlayır. 14-cü suala baxaq. 14-cü sual keçək. Deməli, 14-cü sual. Cümləni düzgün tamamlayın. Bakteriyalar əlverişli şəraitdə, əlverişli şəraitdə bir bakteriya bölünərək yeni bir bakteriya əmələ gətirir. Çünki onlar sporla çoxalmır, bu yanlış fikirdir. Qidalanmır, niyə qidalanmır ki? Çox gözəl də qidalanır. Sporu əlverişli şəraitdə əmələ gətirirlər və sadə bölünmə yolu ilə çoxalırlar, bəli. Sadə bölünmə yolu ilə çoxalırlar, cavab D variantı olur. 15-ci sual. Çiçəkdə Rüşeym kisəsi harada
yerləşir. Çiçəkdə rüşeym gəlsə əlbəttə ki, yumurtacıqda yerləşəcəkdir. Ona görə cavab D variantı götürəcəyik. Gəldik 16-ya. Cədvələ əsasən yanlış bəndi müəyyən edin. Deməli, baş, boyun, gövdə, ətraf və quyruq. Baxırıq. Y balıqlara aid canlı ola bilər. Y baş var, gövdə var və quyruq var. Doğrudur. Ola bilər. Hər üç canlı onurğalılara aiddir. Hər üç canlı onurğalılara aiddir deyirik. Burada Nihat oranı yazma zəhmət olmasa. Hər üç canlı onurğalılara aiddir. Bəli. Üçündə də görürsünüz ki, təbii ki, bunlar onurğalara aid olacaqdır. Bədən hissələrinə görə baş var, boyun var, gövdə var, ətraf var, qrup var. Bunlar aiddir, təbii ki, onurğalara. Burada yanlış bir şey yoxdur. Z uçan onurğalara aid canlı ola bilməz. Z nədir? Baş var, boyun var, gövdə var, ətraf var, quyruq var. Quşdur. Quşda bu hissələr ibarətdir və eyni zamanda dediniz ki, aid ola bilməz deyir. Tamam. X amfibilərə aid canlı ola bilər. X-ə baxıram. Baş var, gövdə var və ətraflar var. Bu da düzdür. Ona görə bunu nə edəcəm? Götürsəm yanlış cavab kimi C variantını. Çünki Z uçan onurğalara aid canlı ola bilməz deyir. Ola bilər axı. Niyə ola bilmir ki? Ola bilər. Yəni burada. Davam edək. Uşaqlar. Sonra hətta məsələn bunu deyək ki, bu şəkildə götürə bilərik. 16-dan sonra 17. Şəkilə əsasən düzgün bəndi müəyyən edin. Desən, düzgün bəndi müəyyən edin. Ətraflar verilib və qanad verilib. Arının bütün yerimi ayaqları və qanadları bədənin döş hissəsinə birləşir. Bəli. Yerimi ayaqları birinci, ikinci, üçüncü döş buğumuna, qanadlar da ikinci və üçüncü döş buğumuna birləşir. Elə doğru cavab buradan A variantı olacaqdır. 18. Sxemə X və Y-in yerinə yazılmalıdır. Qabıq, endosperm və rüşeym deyə bilərik. Meyvə yanığı toxumun tərkibçisinə aid deyil. Bu getdi. Ondan sonra rüşeym ləpə bir yerə gedə bilməz. Zaten rüşeymlə ləpə eyni ifadəni yerinə getirir. Eyni şey deməkdir. Çünki rüşeymi deyib, ləpəni deyə bilməsin. Ləpə onun içinə daxildir. Ona görə bu da getdi. Köksük, gövdəcik bu ikisi elə rüşeymin hissələrinə aiddir. Bu da getdi. Endosperm, rüşeym bəli ola bilər. Çünki bir toxumlarda, bir ləpəlilərdə istəyirəm, qabıq, endosperm və rüşeymdir. Doğru cavab D variantı olacaqdır. 19-cu sual. Uyğunluğu müəyyən edin deyir bizə. Buğum. Buğum burada göstərilib B ilə. 1B. Yarpaq qoltuğu. Budur yarpaq qoltuğu. Göstərilib Y ilə. Yan tumurcuq. Yan tumurcuq da burada bizə göstərilib D ilə. Bu da D. 1B, 2Y, 3D. Doğru cavab B variantı eləyir. 20-ci sual. Bitkilərə aid toxumadır. Uşaqlar. Epitel toxuması heyvanlara aiddir. Əzələ toxuması heyvanlara aiddir. Birləşik toxuma heyvanlara aiddir. Amma örtük toxuması isə bitkilərə aid toxumadır. Mikroskopun böyütmə dərəcəsi 800 dəfə böyüdür. Və bir hüceyrəli canlının şəkil ölçüsü 2,4 mm-dir. Mən 2,4 mm-i, yəni şəkil ölçüsünü böyütmə dərəcəsinə bölürəm. Bölürəm bunu 800-ə. Bunu 800-ə böləndən sonra düşür 0,3. Nə? Millimetr. Amma məndən mikrometrdən soruşur. 0,3-ü də vururam. Bunu da minə. Çünki bilirsiniz ki 1 millimetr 1000 mikrometrdir. Onu da vurandan sonra, minə vurandan sonra 1, 2, 3 mikrometr eləyəcək. Doğru cavab D variantı eləmiş olur. Dedirsiniz. Nəyə çaşdırıcıdır? Çevirməyə görə. Bəli. Niyə Aybanuş? Sən də hər şey çaşdırıcıdır. Ay müəllim, mən indiyəm, mən yapan o deyilsin. Çevirmək lazımdır. Görürsən, burada nə ilə verir? Millimetrlə verir. Burada nə ilə verir sənə? Mikrometrlə verir. Deməli, nə etmək lazımdır? Çevirməlik. Ay sağ ol. Burada çaşdırıcı bir şey yoxdur. Sadəcə baxmağın lazımdır.
Milli, millimetr desəydi A variantını götürərdik. Mən millimetr isə və A variantı götürərdim. Əlbəttə götürərdim. Qanadçıqlı meyvələri külək vasitəsilə yayıla Dört. bilir. İkidir. Burada qanadçıqlı deyilsə söhbət çökədən gedir. Ona görə cavab A variantını götürəcəm. 22-ci sual. Keçək o bir suallara. 23-cü sual. Həşərat və xərçənglər yazıla bilməz deyə sual işarəsi ilə. Bədəni baş-döş və qarıncıqdan ibarətdir. Ətrafları buğumlardan təşkil olunmuşdur. Bədəni sərt örtüklə örtülmüşdür. Başda bir cüt bığcıq yerləşir. Xərçəngdə iki cütdür, amma həşəratda bir cütdür. Döş hissəsində 5 cüt buğumlu yermə ayağı yerləşir. O da aiddir bura. Deməli, 2 ilə 3 ortaya yazıla bilər, amma 1, 4, 5 yazıla bilməz. Ona görə doğru cavab A variantı olacaq 23-də. 24-cü sual. Tozlanması verilmiş sxemə uyğun olan bitki. Görürsünüz, çarpaz tozlanır. Bir bitkidən digər bitkiyə keçir. Yəni, bizdə noxud özünə tozlanmadı, darı özünə tozlanmadı, buğda özünə tozlanmadı, amma palıd Küləklə. özünə tozlanma deyil, külək vasitəsində tozlanmadı. Bəli, bunu deyəcəksiniz. 25. Ekoloji sistemdə qarşılıqlı təsirdə olan canlıların biri üçün faydalı, digər üçün heç bir təsiri olmayan. Buna kommensalizm demişdik. Ona görə doğru cavab yazırıq bura A bəndini. Biri üçün faydalı, digər üçün zərərli olan buna parazitizm deyirik. C-ni yazırıq bura. Üçüncüsü hər ikisi üçün faydalı. Nə demişdik? Hər ikisi mutludur. Ona görə mutualizmdə yazırıq bura. Deməli 1A, 2C, 3B. Doğru cavabımız C variantı olmuş olur deyəcəksiniz burada.